Nurlana müəllimə, sosial emosional öyrənmə nədir? Müəllimə, sosial emosional öyrənmə deyəndə, məsələn, onu həm gənclər, həm də yaşlılar, yəni həyata keçirdə bilərlər də. Bunu həm emosiyaları idarə etməkdir, həm strategiyalar qurmaqdır, həm empatiya qurmaqdır, digər tərəfi dəstəkləməkdir. Yəni bu sosial emosional öyrənmə də 21-ci əsr üçün, yəni daha çox hər bir kəsin 21-ci əsrdə, yəni bu öyrənməyə ehtiyacı olduğuna, inkişaf etdirməyə başladılar. Bu sosial emosional öyrənmə yalnız şagirdlərə aiddir, Nurlana müəllimə, onlar üçün faydalıdır. Müəllimə, xeyr, həm gənclər, həm də yaşlılar üçün işdir da belə. Bəli. Həm şagirdlər üçün, müəllimlər üçün, hər bir kəs üçün sosial öyrənməni, yəni burada elə bir şagirdlər, ya müəllimlər, ya digər nümayəndələr bir-birləri ilə ünsiyyət qurmağı bacarmalıdırlar, əməkdaşlıq etməyi bacarmalıdırlar, özlərini idarə etməyi bacarmalıdırlar. Sonra ən əsası özlərini dərk eləməlidirlər ki, mən nəyəm, kiməm. Yəni sosial emosional öyrənmə hər bir insan üçün lazımlıdır. Əhsən. Aytən müəllim. Aytən müəllim. Bəli, müəllimə. Sosial emosional öyrənmənin komponentləri hansılardır? Bəli, müəllimə. 5 komponenti var. Özünü dərk etmə, özünü idarə etmə, sosial məlumatlılıq, yəni empatiya, ünsiyyət bacarıqları, qərar qəbul etməyin məsuliyyəti. 5 komponenti var. Əhsən Aytən müəllim. Özünü dərk nə deməkdir Aytən müəllim? Özünü dərk, yəni öz hisslərindən agah olur. Əsəbi olması, məsələn, qəzəbli olması, bu kimi hisslərindən agah olması. Düzdür. Bəs özünü idarə etmə nədir? Özünü idarə etmə hər hansısa bir düşdüyü situasiyada öz hisslərini idarə edir. Məsələn, qəzəb, kin və yaxud da hər hansısa bir sevincini aşırı dərəcədə yox, o lazım olan qədər tənzimləməkdir. Bəs sosial məlumatlılıq, empatiya? Sosial məlumatlılıq, empatiya özünü başqasının yerinə qoymaq, özünü necə deyim, başqalarını daha düşünmək, onların nə keçirdiyini, hansı hisslər keçirdiyini anlamaq. Əhsən. Ünsiyyət bacarıqları? Ünsiyyət bacarıqları şagirdlərdə əsas 21-ci əsr bacarıqlarından ünsiyyət, əməkdaşlıq kimi bacarıqlarının inkişafına şərait yaratmağımızdır. Ünsiyyət bacarıqlarıdır burada. Ünsiyyət bacarıqlarını nəyi yaxşı təşkil etsək, daha yaxşı inkişaf edər? Qrup işləri, layihə verilməsi şagirdlərə. Müzakirələrdir, debatlardır, düzdür. Qərar qəbul etməyin məsuliyyəti. Bəli, şagirdlərdə məsuliyyəti artırmaq üçün qərar qəbul etmək məsuliyyəti. Məsələn, problemli məsələ vermək və yaxud da hər hansısa bir şagirdlərin öhdəsinə hər hansısa bir nəyisə buraxmaqla şagirdlərdə qərar qəbul etməyi aşılamaq olar. Nurlana müəllimə. Nurlana müəllimə. Nurlana müəllimə. SEO-da 5 komponent var. Bu, emosional zəka nəzəriyyəsi ilə oxşardır. Emosional zəka nəzəriyyəsində mərhələləri hansıları idi? Emosional zəka. Müəllimə, birini zəhmət. Orada da müəllimə, bəli, emosional zəkanın da özünü dərkdir, özünü idarə etmədir. Sonra o yeni salınmış motivasiya var. Sonra orada da empatiya var. Özünü münasibətlərin idarə olunması. Bəli, 5-ci isə münasibətlərin idarə olunması. Sonra bəli, sosial da münasibətlərin idarə olunmasıdır, bəli. Düzdür. Yəni SEO ilə Golemanın emosional zəka nəzəriyyəsinin mərhələləri demək olar ki, eynidir. Bəli. Bəli. Orada sosial məlumatlılıq, empatiya 4-cü mərhələdir, motivasiya 3-cü mərhələdir. Burada isə sosial məlumatlılıq, empatiya 3-cü mərhələdədir. Aytən müəllim. Aytən müəllim. Nurlana müəllim. Bəli. Eşidirsən? Aytən müəllim, biz dərs prosesində SEO-nu inteqrasiya etmək üçün onu
Nəyə daxil etməliyik? Onu müəllimə illik planlaşdırmaya daxil edə Bəli, illik planlaşdırmaya daxil etmək lazımdır. Yaxşı, burada şagirdlərlə aydın dərs keçən zamanı aydın təlimatlar vermək lazımdır. Deyəndə nə nəzərdə tutulur? Şagirdlərə müəllimə təlimatlar verilir və mən təlimatlara da uyğun hərəkətlər etdirilir də. Bəli, uyğun şəkildə, aydın şəkildə təlimatı verərkən aydın şəkildə verməliyik. Bəs sinifdə pozitiv mədəniyyəti yaratmaq nə deməkdir? Müəllimə, sinifdə təhlükəsizlik mühit yaratmaq lazımdır. İnklüzivliyi qorumaq lazımdır. Yəni dəstəkləyici mühiti qorumaq lazımdır. Orada məsələn prosedurlar gözləntidir, qaydadır, prosedurdur. Bunlara riayət etmək lazımdır. Hər kəs bir-birinə yəni hörmət etməlidir ki, yəni orada pozitivliyi qorusun. Ay, Yəni sağ ol. çox mədəniyyəti qorusun ki, bir-birləri ilə əməkdaşlıq yaratsınlar. Əhsən, düzdür. Humay müəllim. Humay müəllim. Axşamınız xeyir olsun. Axşamın xeyir Humay müəllim. Sual-cavabda iştirak etmək istəyirsinizsə, buyurun. Bəli, bildiklərimə cavab verə bilərəm. Lap yaxşı. Bu SEO komponentlərinin daxil etdiyimiz şagirdlərdə kompetensiyalar formalaşdırmaq lazımdır. Bunun Nurlana müəllimə üçün qeyd elədi. 4-cü də deyirik, valideynləri prosesə cəlb edin. Yəni bu nə deməkdir? Necə yəni valideynləri cəlb etmək lazımdır da burada. Aha. Sonra Yox, məlumatım yoxdur bundan. valideynləri təlimatlandırmaq lazımdır ki, yəni sosial emosional öyrənmə bacarıqları haqqında onlara da məlumat vermək lazımdır. Öz övladlarını formalaşdırmaq, onlarla davranmağı, necə davranmaq lazımdır, onları necə inkişaf elətdirmək üçün valideynləri də təlimatlandırmaq lazımdır. Aytən müəllim. Bəli. Aytən müəllim. Nurlana müəllimə, şagirdləri məktəbdən kənar fəaliyyətə cəlb etmək. Müəllimə, şagirdləri məsələn məktəbdən kənar fəaliyyətə cəlb etmək üçün başqa məktəblərlə əlaqə yaratmaq lazımdır. Məsələn, şagird cəmiyyətləri ilə əməkdaşlıq etməyə yönləndirmək lazımdır. Görək o birisi məktəbdən bu məktəbdə necə aralarında məsələn inteqrasiya etmək lazımdır da bir növ ki, əməkdaşlıq etsinlər, bir-birlərini başa düşsünlər, şagirdlərin gələcəyi haqqında fikirlər öyrənsinlər, yəni karyeralarını qursunlar. Ay, sağ ol, düzdür. Gələcəkdə necə karyera qura bilərik? Bunu yəni formalaşdırmaq ona köməklik göstərir. Salam yeganə müəllimə, axşamın xeyir. Salam müəllim, axşamınız xeyir. Necəsiz müəllim? Yaxşıyam, çox sağ olun. Yeganə müəllimə, hazırsınız? Salam Nurlana müəllimə, necəsiz? Çox sağ olun, canınızdan. Nurlana müəllimə, yeganə müəllimə, hazırsınız dərsə? Sosial öyrənmə. Bəli müəllimə. Aha. Bəli müəllimə. Nurlana yeganə müəllimə, bu sosial emosional öyrənməni bax tətbiq edirik də sinifdə, düzdür? Bu şagirdin nailiyyətinə necə təsir eləyir? Bunun şagird nailiyyətinə əhəmiyyəti nədir? Müəllimə, o elə bir şagirdin özünü dərk etmə olur da, yəni müəllimə. Hı -hı. Özünü yüksək olur da. Hı -hı. ünsiyyət bacarıqları formalaşır müəllimə. Bəli. Sonra sosial məlumatlıq, yəni empatiya qura bilir sinifdə. Hı -hı. Sonra Bəs davranışlarının idarə olunmasına kömək eləmir sosial öyrənmə? Eləyir müəllimə. Aha. Bəli, həm də şagirdləri həyata hazırlayır. Nailiyyətlərini daha yüksək edir. Konflikt baş verərsə, onu daha yaxşı aradan qaldırmağa köməklik eləyir. Düzdür? Həm də şagirdləri neyinir? Həyata hazırlayır. Bəli, şagirdlər qarşılarına
məqsəd qoyurlar. Məqsədə çatmaq üçün hər bir strategiyalardan istifadə edirlər. Yəni çalışırlar ki, cəmiyyətdə hər zaman tanınsınlar, qəbul olunsunlar. Məsələn, özlərini hər zaman üstün görsünlər də, yəni şagirdləri həyata hazırlamaq. Yeganə müəllim, bu Bəli. sosial emosional öyrənmə neçə komponentdən ibarətdir? Müəllimə, o 5 komponentdən ibarətdir. Bəli. O hansı müəllim özünü dərk etmədir, özünü idarə etmədir, müəllim ünsiyyət bacarıqları idi, sosial məlumatlıq idi, bir də müəllim qərar qəbul etmə. Düzdür. Bunları izah elə müəlliməm. Məsələn, özünü idarə etmə nədir, özünü dərk nədir? Mən adından da məlum olduğu kimi özünü dərk etmə müəllimə öz inkişafları üçün özlərini güclü, zəif tərəflərini dərk etmək. Yəni ki, bir növ öz necə deyim müəllim nətər deyim müəllimə situasiyada təşkil edirlər də, yəni özləri. Bilmir, özünü tanıyır da. Mənim zəif tərəfim haradır, güclü tərəfim haradır. Güclü tərəf. Mən bu fəndən məsələn hansı hissələrdə zəifəm, hansı hissələrdə güclüyəm? Və yaxud da ki, məsələn, öz emosiyasını anlayır, özünün nələri etməli olduğunu müəyyənləşdirə bilir, yəni dərk eləyir artıq. Bəs idarə etmə nədir? Özünü idarə etmə müəllimə, burada şagirdlərin davranışlarıdır, emosiyalarıdır, sonra müəllimə strategiyalarını müəyyənləşdirməyə kömək edir bir növ. Yəni qarşıya qoyulmuş məqsəd, burada akademik nəticə ilə bağlı ola bilər. Məqsəd qoyur, məqsədə çatmaq üçün problemi mən necə həll edə bilərəm, onu öyrənir. Yəni özünü idarə edə bilir ki, bu məqsədə mən çata bilim. Bəs yeganə müəllimə, sosial məlumatlıq nədir? Sosial məlumatlıq müəllim şagirdlərdə empatiya qurmaq, elə bilmirəm şagirdlərdə empatiya hissini qurub formalaşdırmaqda. Onlarda müəllimə burada məsəl üçün sosial mövzularda debatların keçirilməsidir, xeyriyyətçilikdir. Bir növ müəllimə sosial layihələrin reallaşdırılmasına xidmət edir. Bəs ünsiyyət bacarığı nədir? Ünsiyyət bacarığı müəllim əməkdaşlıq, ünsiyyət qurma bacarığını inkişaf etdirir. Burada qrup işləri, layihələr zamanı, yəni müzakirələr zamanı daha effektiv nəticə göstərir. Qərar qəbul etmək? Qərar qəbul etmə, şagirdlərdə düşünülmüş məsuliyyəti, yəni ki, qərar qəbul etmə bacarığını formalaşdırır da müəllimə. Burada tənqidi təfəkkürü inkişaf etdirir. Bəli, tənqidi təfəkkür deyir, inkişaf etdirmək lazımdır. Nurlana müəllimə. Bəli, müəllimə. Nurlana müəllimə, şəxsiyyətin inkişafı və tərbiyəsi üçün neçə konsepsiya var? Müəllimə, 3 konsepsiyamız var. Bioloji, sosioloji, biososioloji. Bioloji konsepsiya nədir? Müəllimə, bioloji konsepsiya elə bir anadan gəlmədir. Məsələn, uşaq anadan olanda özü ilə nələri, anadan olanda özü ilə gətirir də. Yəni ananın gözünün rəngidir, saçının rəngidir, xasiyyətidir, boyudur, hərəkətləridir. Yəni bioloji konsepsiya. Sosioloji da deyəndə müəllimə həyatdan götürdükləridir. Məsələn, şagirdlərdən hər hansı bir yoldaşları ilə əməkdaşlıq eləyir, oturur, durur, oynayır, onların hərəkətlərini götürür. Yəni kopyalayır. Biososioloji da həm anadan gəlmədir, həm də ki həyatla əlaqəli olan bir şeydir. Yaxşı. Aytən müəllim. Bəli, müəllim, buradayam. Aytən müəllim, biz biososial konsepsiyada dedik ki, insan bioloji varlıq kimi doğulur, sosial cəmiyyətdə bir şəxsiyyət kimi formalaşır. Düzdür? Sosial amillər və bioloji bir arada götürülür, qarşılıqlı əlaqədə. Düzdür? Bəs yaxşı. Burada əsas 3 başlıca amil nəzərdə tutulur. Nədir ki onlar? İrsiyyətdir, mühitli tərbiyə əsas faktordur. Qapını bağlı oradan alır. İrsiyyət deyəndə nə nəzərdə tutulur?
İrsiyyət, yəni genetik olaraq götürdüklərimizdir. İrsiyyət Ay, sağ ol. saçımızın rəngidir, bəli, gözümüzün rəngidir, bu kimi əlamətlərdir. Dəri rəngimizdir. Sonra genetik xəstəliklərimiz də burada oradan gəlir. Amma mühitdə o dedikdə, məsələn, ətrafımızın bizə təsiri ola bilər. Bir daxili mühit olur, bir də ailə mühiti olur. Bəli. Yəni burada Fərqli sosial mühit, mühit, bəli. təbii mühit var. Təbii mühit Bəli. deyəndə nə nəzərdə tutulur? Təbii mühit dedikdə ailə mühiti, ailədə olan Bəli. Ailə Bəli. mühiti nəzərdə tutulur, sosial isə ətrafı, çevrəsidir. ətrafımızdır. Tərbiyə nədir bəs? Tərbiyə də əsasən şagirdlərdə, uşaqlarda formalaşdırılan mənəvi keyfiyyətlərdir. Bəli. Dəyərlərin formalaşdırılması, mənəvi keyfiyyətlərin aşılanıb inkişaf etdirilməsidir. Burada kim deyirdi, insanı düzgün tərbiyə edərsən, ən sakit ilahi məxluq, Bəli, yalnız Platon. tərbiyə edərsən, onda heyvanların ən vəhşisi olur. Bəli, Platon. Platon. Bəli. Yeganə müəllim, Bəli, müəllim. Yeganə müəllim, şəxsiyyətin formalaşdırılmasında kimdir ki, o şəxsiyyətin formalaşması, onun inkişafında iki tipə ayırır şəxsiyyəti. Hansı alim? Bəli, Müəllim. bəli, hansı alimdir? İki tipə O ayırır. şey deməli yox, Chicago Universitetinə Jung. Nurlana müəllimə de. Ekstravert bir də introvertlərə ayırır da. Yox. Düzdür. Jungdur. Kung Ekstravert. müəllim, Jung. Jung. Bəs yaxşı, yeganə müəllim. İndi bu deyirik ekstravert şəxsiyyət tipi. Ekstraventlərin xüsusiyyətindir. Bəli, ekstravertlər. Ay müəllim, mən onu nə qədər əzbərləmişəm. İnanırsınız müəllim, mən dilimə yatmayıb. Ekstrovertlərlə introvertlərdən nədir onları? Müəllim, onlar müəllimə ünsiyyəti çox ünsiyyəti çox sevirlər müəllim. Təklik onlara can sıxıcı gəlir. Ondan sonra müəllim, insanlar ünsiyyətə daha çox stimul verirlər. Diqqət mərkəzində olmağı sevirlər. Düzdür. Sonra müəllim, Siz onlardan deyilsiniz, introvert deyilsiniz siz. Yeganə müəllimə. müəllim cah elə olur. İntroverti Müəllim, elə bir çətinlik olanda müəllim. Onda ambivert. İşlərim yaxşı gedəndə müəllim, yaxşı olanda, məsəl üçün evdə yəni ki, özümə aid və evdə olan ailə üzvlərimə yaxşı olanda mən introvert oluram. Amma ki belə işlərim pis olanda, keyfsiz olanda oluram introvert. Üçüncü. Siz ambivert deyirsiniz də, qarışığısınız. İkisinin qarışığısınız. Ambivert. Bəli. Yaxşı. Ay sağ olun, siz ambivert oldunuz. Yardımından. Amma yeganə müəllimə, mən ekstraventi həm özümə götürmüşəm, həm də özümdən də qabaq mən bir dənə nənəm var idi, dünənləri və o günləri müəllimə deyir, Fadət müəllimə demişəm, Fatmacığımdan start gətirmə. Deməli müəllimə, ekstravert, sənə belə işarəsi qoyun, ekstravert. Ünsiyyəti çox sevirlər, təhli yollara sıx gəlir, insanlarla ünsiyyətdə hər zaman olmağı xoşlayırlar. İstəyirlər ki, yəni həmişə qabaqcıl olsunlar, sayılan olsunlar, hamı bunlardan məsləhətləşməyə gəlsin. Yəni yaxşıları qoy da özü qoyul yaxşı yerdə. Nurlana müəllimə, ekstravertlər konvergentdir, yoxsa divergent? Müəllimə, ekstravert ən çox divergent. Divergent introvertlərdir. Dahilər. Divergentdir, bəli, divergent. Divergentlər introvertlər, ekstravertlər konvergentlərdir. Kasıblar. Niyə bu geniş ürəyə malikdir? Niyə kasıb olasın oldu? Bax, müəllim, bax. İndi güya ki onu elə yadda saxlayıram da. Məsələn, onlar nə bilim Divergent dahi sözünü fikrimlə- yadda saxlayın. Yəni burada
ekstravertlər deyirik ki, bunlar daha çılğındılar, mərkəzdə olmağı sevirlər, ünsiyyətdə olmağı sevirlər. Məsələn, burada təklik onları istəmirlər, tək olsunlar. İnsanların fikrinin əsasında davranırlar. Məsələn, bəzən nəticə çıxarmaqda tələsirlər. Konvergentlər də nəticəni tez çıxardırdılar. Düzdür, konvergentlər də demişdik ki, nəticəyə tez gəlirlər. İntrovertlərdə necədir? İntrovertlər bu o demək deyil ki, ünsiyyətə girməyi bacarmırlar. Yox, sadəcə olan söhbət cansıxıcı olanda onlar həmin vaxtı istəmirlər ortamda olsunlar. Yorulurlar. Səthi müzakirələrdən yorulurlar onlar. Nurlana müəllimə, Bəli, müəllimə. şəxsiyyətin formalaşmasında şagirddə xarakter də formalaşır da, yəni xarakterin formalaşmasıdır əslində. Xarakterin hansı mərhələləri vardır? Müəllimə, əxlaqi dəyərlərin olmadığı dövrdür, özünə yönəlmə dövrüdür, rasional dövrdür, qeyri-rasional şuur dövrdür, bir də ənənələrdən ayaqlaşma dövrüdür. Ay, sağ ol, düzdür. Piagenin bəs nəzəriyyəsindəki mərhələlər hansı idi? İnkişaf mərhələləri. Məsələn, əxlaqi dəyərlərin olmadığı dövrü, məsələn, müəllimə, körpəlik dövrü adlandırmaq olar. Bəli. 0-2 yaş arası. Bəli, hiss edirəm. Özünə yönəlmə mərhələsini də ilkin əməli mərhələsini adlandırmaq olar. 2-6 yaş. Ənənələrlə ayaqlaşma dövrü konkretə gəlir. Bəli. Qeyri-rasional şuur dövrdə formal əməli artıq formallaşıbdır. Yetkin yaşına çatdı. Bir də rasional şuur dövrü. Artıq bu da rasionallaşır. Bəli, formal əməliyyatlar dövrüdür də bu da, düzdür. Bəli, formallaşır. Bəli, formallaşır artıq deyirik. Təkrarı oxumusunuz ya yox? Təkrar nəyə vermişdiniz müəllimə zəhmət olmadı? Təkrar, mən elə bilirəm ki, müəllimin fasilitasiya bacarığı idi. Dünən yox idim mən. Yox, müəllimin fasilitasiya bacarığı lap gözəldir. Bəli. Oxumasaq da olmasam da dərsi bilirəm ki, bu dərs çox maraqlı dərsdir. Maraqlıdır. Fasilitasiya müəllimin rolu, fasilitator müəllimin rolu hansılardır? Məsələn, fasilitator müəllimin rolu bələdçidir. Məlumatlarla təmin ediləndə bir də tədqiqatçı müəllimdir. Sağ ol, əhsən, düzdür. Bəs yaxşı, səmərəli fasilitator olmaq üçün müəllim hansı fəaliyyətləri icra etməlidir? Məsələn, müəllimə, təlim nəticələrini əvvəlcədən qurmalıdır. Şagirdlərin maraqlarını, məqsədləri ilə tanış olmalıdır. Şagirdləri dərsə cəlb etməlidir. Sinif otaqlarından kənara çıxmaq haqqında prosedur, qayda, gözlənti qoymalıdır. Ay, sağ ol. Bəs fasilitator müəllimin özündə formalaşdıracaq bacarıqlar hansıdır? Bəli, müəllimə, o da gözəldir. Müəllim, əlbəttə ki, fasilitator müəllim hər bir dərsdə məsələn müşahidə edir. Şagirdi dinləməyi bacarır, şagird nə deyir, hansı, yəni ünsiyyətdə olmağı xoşlayır da. Sonra şagirdin məqamında düzgün cavab verir, düzgün müdaxilə edir da. Müəllim deyən kimi, şagird nəsə deyəndə müəllim anında cavab verir, yəni sonradan cavab verilir. Bir də planlaşma və hazırlıq. Düzdür, əhsən müəllim. Sağ olun müəllim. Yeni dərsimizi keçək müəllimlə. Bəli, buyurun. Bəli. Deməli, təlim prosesində səmərəli öyrənmə mühitinin qurulması tələbləri, üstünlükləri, təhlükəsiz öyrənmə mühiti. Təlim prosesində ən vacib məqamlardan biri hər kəs üçün səmərəli öyrənmə mühitinin yaradılmasıdır. Sinif otağında hər kəsin öyrənməsi üçün əlverişli mühit yaradılmasına dair geniş və ətraflı bu mövzuda məlumat veriləcək. Yəni öyrənəcək ki, burada sinif otağında hər kəs öyrənmək üçün əlverişli mühit nələrdir? Şagirdlərin öyrənmə motivasiyalarının olması üçün həm çoxlu öyrənmə fürsət, həm imkanlarına, həm daimi stimula, həm də dəstəyə ehtiyacı vardır.
Bu baxımdan sinif fəaliyyətinin effektiv şəkildə qurmaq və sinifi effektiv şəkildə idarə etmək vacibdir. Şagirdlər o vaxt dərsə cəlb olunurlar ki, müəllimin istənilən halda onları sevdiyini, onları mühakimə etmədiyini, onların ehtiyaclarına cavab verdiyini görürlər. Bəzi müəllimlər belə hesab edir ki, qorxu hissi həddən artıq ciddilik şagirdlərin öyrənmələrindəki əsas həlledici faktorlardandır. Ona görə də qorxutmaq yolu ilə, məsələn, valideynə zəng, direktorun yanına aparmaqla hədələmək, sinif küncündə saxlamaq və s. şagirdin akademik nizam-intizam problemlərini həll etmək üçün üsullardan bir müəllimlər. Şagirdlərin akademik nizam-intizam problemləri həll etmək üsulundan, məsələn, qorxutmaq üsulundan hələ də istifadə edən bəzi müəllimlər var, amma aparılan araşdırmalar isə göstərir ki, əslində baş verən tamamilə əksdir. Qorxu hissinin olduğu bir sinif mühitində şagirdlərdə sağ qalmaq, özünü qorumaq mexanizmi işə keçir. Beyin səmərəli fəaliyyəti üçün lazım olan qədər oksigenlə təmin olunmur. Buna görə də təbii olaraq effektiv öyrənmə baş vermir. Şagirdlər üçün özlərini sinifdə təhlükəsiz hiss etmələri çox vacibdir. Burada təhlükəsizlik dedikdə yalnız sinifin fiziki təhlükəsizliyi nəzərdə tutulmur, stolun normal olması təkcə nəzərdə tutulmur. Təhlükəsiz öyrənmə mühiti həm də şagirdlərin mühakimə edilmədən, ələ salınmaqdan qorxmadan öz ideyalarını, cavablarını sərbəst şəkildə ifadə etdikləri bir mühitdir. Şagird arxain olmalıdır ki, bu sinifdə o hər zaman risk edə bilər, yəni əmin olmadığı cavab verə bilər, eksperimentlər apara bilər, yeni şeyləri tətbiq edə bilər, suallar soruşa bilər. Əlverişli öyrənmə mühiti sinifin daxilində müxtəlifliyi və inklüzivliyi dəstəkləməklə bütün şagirdlərə uğurlu olmaq üçün imkan yaradır. Hamı üçün səmərəli öyrənmə mühitini yaratmağa kömək edən bəzi strategiyalar vardır. Bu strategiyalar birincisi davranış üçün hamıya aydın olan minimum standartların müəyyənləşdirilməsi. İkinci, bütün şagirdlərin dinlənməsi üçün imkanın yaradılması. Üçüncü, sinifdə hər bir şagirdin xüsusi ehtiyaclarının olmasından xəbərdar olmaq. Sinifdəki bütün şagirdlərə fayda verəcək şəkildə dəstək vermək. Beşinci, şagirdləri öz öyrəndiklərini necə göstərəcəklərinə seçmələri üçün imkan yaradılması. Altıncı, bir şagirdin inkişafını digəri ilə müqayisə edilməsinə yol verməməsi şəxsi inkişaf əsasdır. Davranış üçün hamıya aydın olan gözləntilər müəyyənləşdirin. Sinfinizdə şagirdlər davranışa dair minimum gözləntilər, əsas məqbul davranış səviyyələrinin nə olduğunu tam aydın şəkildə bilməlidir. Bunlar həm sizin, həm də şagirdlərinizin razılaşdığı gözləntilər olmalıdır. Məsələn, mülayim ol, əllərimizə və ayaqlarımıza sahib çıxaq, hər zaman xoş sözlərdən istifadə edək, həmişə başqalarının şəxsi əşyalarına hörmət edək, hər kəsin özünü təhlükəsiz və hörmətli hiss etmək hüququ var, hər kəsin özünü ifadə etmək, dinlənilmək hüququ var. İkinci, bütün şagirdlərin dinlənməsi üçün imkanın yaradılması. Bu sinifimizdə olan şagirdlər arasında münaqişələri həll edərkən xüsusilə vacibdir. Bütün tərəflərə hadisəni necə baş verdiyini şərh etmələri, həmçinin onların nəyin və niyə narahat etdiyini tam izah etmələri üçün vaxt verin. Həmçinin dərs prosesində bütün şagirdlərin də dinlənilməsi üçün hər gün imkan yaradın. Bu, onların öyrənməklə məşğul olması, prosesin iştirakçısı olduqlarını hiss etmələrinə kömək edəcək.
Əlavə sinif qaydalarının tərtibi zamanı da bütün şagirdlərin fikirlərini dinləyin. 3-cü sinifinizdəki hər bir şagirdin xüsusi ehtiyaclarından xəbərdar olun. İnklüzivliyin mövcud olduğu sinifdə yalnız şagirdlərin hansının xüsusi təhsil ehtiyacı, əlilliyi olduğunu bilmək kifayət deyil. Siz şagirdləriniz hansı ailədən gəldiyini, valideynlərin himayəsində yoxsa onların himayəsindən kənarda yaşadığını bilməlisiniz, məlumata malik olmalısınız. Bunları bilmək sizə sinifinizi əhatəli şəkildə, təhlükəsiz şəkildə, məqsəd yönlü hala gətirməyinizə yardım edəcəkdir. Sinifinizdəki bütün şagirdlərə fayda verəcək şəkildə onlara dəstək olun. Bəzi strategiyalar bütün şagirdləri üçün faydalı ola bilər. Məsələn, faydalı ola bilər. Yəni, burada disleks xüsusiyyətləri olan bir çox şagirdlər ağ fonda qara mətni oxumaqda çətinlik çəkir. Sadəcə olaraq istifadə etdiyiniz rəngləri dəyişmək, ağ üzərində qara rəngdən istifadə etməkdən qaçmaq, təkcə disleksiya diaqnozu olan şagirdlərə deyil, bütün şagirdlərə kömək edə bilər. 5-ci şagirdləri öz öyrəndiklərini necə göstərəcəklərini seçmə imkanı verin. Bütün şagirdlər öyrənmə prosesinə qoşulmaları və uğurlu olmaları üçün hansı imkanların yaradılmasının lazım olduğunu bildiyiniz zaman təlim prosesində əlverişli mühitə nail ola bilərsiniz. Bütün şagirdlər üçün eyni tip tapşırıqlar verilməsi əvəzinə onlara müxtəlif seçimlər təklif etmək daha yaxşı nəticələrə səbəb ola bilər. Şagirdlərə öyrəndiklərini təqdim etmək üçün seçim təklif edin. Məsələn, məqalə yazmaq, poster və ya infografika hazırlamaq, slayd show təqdimatı hazırlamaq, proqram üçün ssenari hazırlamaq. Əlbəttə ki, kifayət qədər resurs, dəstək təmin etməlisiniz. Üstəlik, şagirdlərin özlərinə uyğun seçim etmələrini təşviq etməlisiniz. Şagirdlərə seçim vermək onları ruhlandırır. Bu mühiti əlverişli edir. Çünki öyrənmə və uğur əldə etmək üçün bərabər imkanlar yaradır. Bir şagirdin inkişafını digəri ilə müqayisə etməsinə yol verməməsi şəxsi inkişafa əsasdır. Bütün şagirdlər üçün əlverişli mühit yaradılmasında növbəti addım onların bir-biri ilə müqayisə etməməkdir. Öyrənmək rəqabət deyil. Bu, sonu olmayan bir prosesdir. Hər bir uşağın fərdi səyahətidir. Hər hansı bir şagirdin sinifdə digər şagirdlərlə müqayisə etmək onlar üçün məyus edici ola bilər. Bunun əvəzinə bütün diqqətinizi şagirdlərin fərdi inkişafına yönəldin və onları da eyni yanaşmada olmağa təşviq edin. Məsələn, soruşa bilərsiniz, keçən dəfə etdiyindən daha yaxşı edə bilərsən? Son dəfə baxdığımız çətinlik çəkdiyin hansı məqamları inkişaf etdirmirsən və ya bu barədə öyrənməyi başladığımız zamandan indiyə kimi özündə hansı dəyişiklikləri görürsən? Unutmayaq ki, bəzən şagirdlər hər hansı bir mövzuda irəliləyiş əldə edə bilmirlər. Bu, hər hansı bir şagird, xüsusilə də davamlı olaraq nailiyyət əldə edə bilməyən şagirdlər üçün sarsıdıcı ola bilər. Ancaq siz onlara təlim prosesinə daxil olduqlarını və bu dəfə olmazsa belə nailiyyət əldə edə biləcəklərini hiss etdirə bilərsiniz. Şagirdlərə hətta öz çatışmamazlıqlarını və inkişaf etdirilməsi sahələri müəyyən etməyən onlar üçün öyrənmək olduğunu izah edin. Bunun onlara öyrənməklə fəal şəkildə məşğul ola və özlərini buna yönəldə bilərlər. 7-ci şagirdlərə gözləmə və düşünmə vaxtını verin. Məlumdur ki, sinifdəki şagirdlər qavramasına və öyrənməsinə görə fərqlidir. Onlar öyrənmə tipləri, surəti, çalışmaq üçün etdiyi cəhdlərin səviyyəsi fərqlidir. Çox vaxt müəllim şagirdlərə sual verərkən ona düşünmək üçün vaxt vermir. Şagird gec cavab verən kimi ya sualın cavabını özü deyir, ya da hazırlıqlı şagirdlərdən soruşur. Belə olanda suala cavab vermək üçün düşünmə vaxtı verilməyən şagirdin
özünə inamı azalır. Tədricən dərs prosesinə cəlb olunmada passivlik müşahidə olunur. Bu hal bir müddət sonra şagirddə davranış pozuntularının müşahidəsinə gətirib çıxarır. Şagirdlər nə qədər hamıya bərabər imkanın yaradıldığını görsələr, həm sinifdə ədalət prinsipinə inanarlar, həm də onların fikirlərinin də sinif üçün əhəmiyyətli olduğunu görərlər. Dərsə daha yaxşı cəlb olunarlar. 8-ci sinifdə edilən səhvlərə düzgün münasibət göstərin. Müasir təlim mühitində səhvləri tamamilə başqa aspektdən öyrənmək imkanı kimi baxın. Yəni onlar öyrənməyə mane törədən deyil, əksinə öyrənməni təşkil edən element kimi nəzərdə tutulur. Bunu isə səbəb ilk növbədə odur ki, səhvlər öyrənmə prosesinin təbii hissəsidir. Hər bir insan yeni bir şey öyrənən zamanı mütləq səhv edir. Səhv edilmirsə, deməli yeni bir şey də öyrənilmir. Öyrənmə prosesi o zaman baş tutur ki, şagird yeni bir bilik, bacarıq öyrənir. Təcrübədən keçir, təbii olaraq səhvlər edir. Bu səhvlərin üzərində işləyir, yenidən təcrübə keçir, hətta bəzən yeni səhvlər edir, yeni onların üzərində işləyir, sonda doğru tətbiqi bacarır. Bundan başqa səhvlərə qarşı tolerant münasibət göstərmək şagirdlərin inkişafı açıq tipli düşüncə tərzini formalaşdırılmasına gətirib çıxarır. Çünki şagirdin səhv etmək hüququnu tanınması onun üçün risksiz öyrənmə mühitinin yaradılması deməkdir. O başa düşür ki, öyrənərkən səhv etmək tamamilə normal bir şeydir. Buna görə o müəllim tərəfindən danlanılmayacaq, şagird yoldaşları tərəfindən qınaq obyektinə qoyulmayacaq. Səhv edəcək, sonra isə onlar üzərində işləyib öyrənəcək. Beləliklə, şagirdlər səhv etməkdən qorxmurlar. Səhv etdikdə ruhdan düşüb təlim prosesindən yayınmırlar. Əvəzində isə səylərini artırıb doğru cavabları tapmaqda daha da maraqlı olurlar.